Valideyn nə zaman mütəxəssisə artıq müraciət etməlidir? Siz mütəxəssis deyirsiniz. Burada loqopedik deyəndə 3 yaşından. Bir sırf loqopedə müraciət 3 yaşından müraciət olunmalıdır. Amma ki, uşağın 3 yaşına kimi danışmırsa, söz ehtiyatı yaşına uyğun deyilsə, 1 yaşına kimi, 2 yaşına kimi, 3 yaşına kimi neçə yüz söz bilməlidir, neçə min söz bilməlidir, neçə söz birləşməsi bilməlidir. Bunlar yoxdursa, bəli, biz pedaqoji, sensor tərəfdən təlimə müraciət etməliyik mütləq. Pedaqoji anlama, qavrama yoxlanılmalıdır. Uşaq nə qədər analiz edə bilir, nə qədər bu şüurlu şəkildəmi nitqi danışa bilmir, yoxsa şüursuz şəkildədir. Yəni bunları bilmək lazımdır. Uşaq danışa bilməməsi üçün sırf loqopedi 3 yaşından sonra, amma loqopedi kimi 3 yaşına kimi gözlüyüm, bəli, valideynə deyir, gec danışır, danışacaq dedikdə, xeyr, bu danışmaya da bilər.